Salamlayırıq qardaşlarımızı, dostlarımızı, bizim videolarımızı və kanalımızı izləyən hər kəsi. Qardaşlarımız bizim bugünkü videomuzda açar qabı haqqında danışmaq istəyirəm. Ümumiyyətlə mən çoxdandır ki, belə bir açar qabı almaq istəyirdim. Amma bu təsadüfi olaraq mənə hədiyyə kimi gəldi çıxdı bu açar qabı. Bir neçə gün bundan qabaq Ozon saytından belə bir orqanayzer, belə bir balaca çanta aldım. Bunu da çoxdan planlaşdırırdım. Maxpedition belə bir şirkət var. Maxpedition kampaniyası var. Amerikanski kampaniyadır. Amerika istehsalı olan çantalardır. Mən onu almaq istəyirdim. O həddindən artıq baha olduğuna görə və xoşbəxtçilikdən Sahar Brut markalı belə bir çantanı gördüm. Bunu sifariş elədim. İlk öncə bu yaşıl variantını, yaşıl rəngdə, xaki rəngi adlanır, yaşıl rəngdə olan çantanı sifariş elədim. Daha sonra qara rəngdə olan çantanı sifariş elədim. Orqanayzer sifariş elədim. Və bunlar hamısı bir gündə gəldi. Bunların ayrı-ayrılıqda mən bunlar haqqında danışacağım. Və bu çantanın içində həmin bu açar qabı da gəlmişdi. Bu çantalar haqqında sonra danışacağıq. Açar qabının ölçülərini, materialını mən tam olaraq deyim. Deməli, material burada karduradır. Kardura, çantalar biraz güclü, qalın karduradandır. Burada inanmıram ki 300-dən çox olar. Onlar denlə, 1000 den, 800 den belə adlanır. Burada hardasa 300 olar. Bunun təqribi uzunluğu 13,5, eni 6 santimetrdir. Belə açılır. Bunun baxmayaraq ki, bu balaca bir açar qabıdır. Amma bunun da astarı var içində. Bunlar çox qəşəng astarı var və burada balaca karabin var. Normalda mən açarları parakortdan toxuduğum, çimlək deyirlər buna. Parakort, yəni paraşüt ipindən toxuduğum hörgü, askı və yaxud hörgü adlanır bu. Açarları bu qaydada özümlə gəzdirirəm. Burada belə 2 dənə qayka var və düyünlərdir. Simmetrik olaraq 3 düyün, 2 düyün, 3 düyün və burada da 2 düyün hər ikisində bağlamışam. Bu parakortda, bu paraşüt ipində xüsusi, yəni işıq əks etdirən naxışlar var. Bunlar qaranlıqda düşsə, fanarla axtarsaz, məlum məsələdir ki, burada açarlar özləri də parlaqlıq var onlarda, onlar da işıq əks etdirir. Hər halda bu köməkçi bir naxışlardır ki, işıq əks etdirir və siz bunu tezliklə tapa bilirsiniz. Normalda belə istifadə edirəm, amma yaxın gələcəkdə mən bunları keçirdəcəm bu açar qabına və burada bir yerdə bu qabdan istifadə edəcəm. Deməli, burada plastik karabin var və dəmirdən burada çox möhkəm hissəsi var bunun. Fiksatordur burada. Burada neylondan kəmərdir və burada da Sahar Brut logosudur. Sahar Brut logosudur. Çox qəşəng, çox yüngül, çox praktik bir balaca açar qabıdır çanta. Keçirdiniz kəmərin üstündə olan yerlərə, yəni şalvarlarda olur, kəmər üçün nəzərdə tutulan yerlər. Ora keçirdiniz, artıq bu bilirsiniz ki, oradadır, yəni yerindədir. Bunun qırılmağı, açılıb düşməyi çox, yəni mümkün deyil belə bir şey. Bu da tam olaraq bağlanır. Tikişlər səliqəli, hər tərəfi çox ideal bir variantdır. Ozon saytından sifariş etmişəm. Sahar Brut yazsaz, axtarsaz belə bir çantalar, açar qabları, yəni bu ov üçün nəzərdə tutulmuşdu. Burada ov üçün nəzərdə tutulmuş çantalardır. Aktiv istirahət üçün nəzərdə tutulmuş çantalardır orada. Yəni rahatlıqla tapa bilərsiniz.